bürcü 29 aprel 2026-cı il. Günün əvvəlində heç kimlə mübahisə etməməyə çalışın. Bu o qədər də asan olmayacaq. Çünki emosional fon gərgin olacaq. Siz mütləq öz mövqeyinizi müdafiə etmək, hər kəsi yalnız sizin ideyalarınızın doğru olduğuna inandırmaq istəyəcəksiniz. Yaxın insanlar sizə yanaşma tapa biləcəklər. Amma iş yoldaşları üçün bu çətin olacaq. Buna görə işdə qızğın mübahisələr mümkündür və hətta rəhbərlik də bu prosesə qoşula bilər. Təəssüf ki, bu vəziyyət bəzi vacib işləri vaxtında yerinə yetirməyinizə mane ola bilər. Lakin günün ikinci yarısında müsbət təsirlər güclənəcək. Bu zaman siz öz bacarıqlarınızı göstərə biləcəksiniz. Təkcə itirilmiş vaxtı bərpa etməyəcək, həm də heç kimin gözləmədiyi uğurlara nail olacaqsınız. Bu dövrdə bir çox qoçlar detallara daha diqqətli olacaq. Bu, həm düzgün qərarlar qəbul etməyə, həm də səhvlərdən qaçmağa kömək edəcək. Boğa bürcü 29 aprel 2026-cı il. Sakit qalmaq bu gün o qədər də asan olmayacaq. Ətrafınızdakılar sizin işlərinizə adi haldan daha çox müdaxilə edəcəklər. Bəzən bu yaxşı niyyətlə olmayacaq. Ən yaxşı insanlarla belə ünsiyyətdə gərgin məqamlar yarana bilər. Kəskin ifadələrdən çəkinməyə çalışın. Çünki sonradan dediklərinizə görə peşman ola bilərsiniz. Günün əvvəlində sizi rutindən bir qədər uzaqlaşdıran, fantaziyanızı işə salan işlərə diqqət etmək faydalı olacaq. Bu cür fəaliyyətlər bir çox boğalara adi şeylərə fərqli baxmağa və yeni imkanları görməyə kömək edəcək. Həm də əhvalınız yaxşılaşacaq. Əkizlər bürcü 29 aprel 2026-cı il. Bugün çox asan olmasa da ümumilikdə əlverişli sayılır. Yeni işlərə başlamaq və ya əvvəllər çətin görünən məsələləri anlamağa çalışmaq üçün uyğundur. Hər şey dərhal istədiyiniz kimi alınmasa belə siz narahat olmayacaqsınız. Məqsədə çatmaq üçün bir neçə cəhd lazım gələ bilər və siz müxtəlif yanaşmaları sınamaqdan zövq alacaqsınız. İşgüzar görüşlər uğurlu keçəcək. Bir çox əkizlər potensial tərəfdaşlar və işə götürənlər üzərində yaxşı təəssürat yaradacaq. Yaxın zamanda əməkdaşlıq təklifləri alacaqlar. Amma vacib qərarlar qəbul edərkən iş və şəxsi maraqları qarışdırmamağa diqqət edin. Xərçəng bürcü 29 aprel 2026-cı il. Günün əvvəlində xüsusilə səbirli olmağa çalışın. Bu vaxt həssas xərçənglər üçün bir sınaq ola bilər. Siz xırda iradları belə ürəyinizə yaxın qəbul edə, narahatlıq üçün səbəblər tapa bilərsiniz. Yaxınlarla ünsiyyətdə gərginlik və hətta mübahisələr mümkündür. Əgər emosiyalara nəzarət etmək çətinləşərsə, ünsiyyəti bir qədər azaltmaq, tək qalmaq faydalı ola bilər. Günün ikinci yarısı daha sakit keçəcək. Bu vaxt diqqət və dəqiqlik tələb edən işlər üçün uyğundur. Hətta əvvəllər sizi tez yoran monoton işlər belə bu gün o qədər yorucu görünməyəcək. Şir bürcü 29 aprel 2026-cı il. Bütün vacib məsələləri günün əvvəlində müzakirə etmək daha yaxşıdır. Bu həm iş, həm də şəxsi mövzulara aiddir. Bu vaxt sizi xüsusilə diqqətlə dinləyəcəklər. Əvvəllər ideyalarınızı tənqid edən insanlar belə sizə dəstək verə bilər. Əgər demək istədiyiniz bir şey varsa vaxt itirməyin. Günün ikinci yarısı faydalı işlər üçün çox əlverişli olacaq. Əvvəlcə tanış işlərdən başlaya bilərsiniz. Amma tezliklə intuisiya sizə yeni istiqamət göstərəcək və bu doğru olacaq. Qız bürcü 29 aprel 2026-cı il. Bugün planlaşdırdığınız hər şeyi həyata keçirməyin mümkün olmayacağını qəbul etməyə çalışın. Bəzi işləri təxirə salmaq lazım gələcək və bunu nə qədər tez etsəniz bir o qədər yaxşıdır. İşlərdə gecikmələr mümkündür. Həmkarlar səhvlər edə bilər və siz onları düzəltmək üçün öz işinizdən yayına bilərsiniz. Belə vəziyyətlərdə sakit qalmaq çox vacibdir. Bununla yanaşı xoş məqamlar da olacaq. Siz yeni müttəfiqlər tapa bilərsiniz. Bu insanlar gələcəkdə sizin üçün çox faydalı olacaq. Həm də maliyyə məsələlərini qaydaya salmaq imkanı yaranacaq. Tərəzi bürcü 29 aprel 2026-cı il. Səhər baş verə biləcək xırda problemləri ürəyinizə yaxın almayın. Planlar bir qədər dəyişə bilər, amma əsəbləşmək vəziyyəti yaxşılaşdırmayacaq. Kiçik anlaşılmazlıqlar ciddi nəticələrə gətirəcək. Əgər siz onları böyütməsəniz, sizi dəstəkləyən insanlarla ünsiyyət qurmaq faydalı olacaq. Onlar sizə inam verəcək, yaxşı məsləhətlər verəcək, maraqlı ideyalarla ilhamlandıracaqlar. Əqrəb bürcü 29 aprel 2026-cı il. Günün başlanğıcı çox gərgin olacaq. Eyni anda bir neçə işlə məşğul olmalı olacaqsınız və bu sizi narahat edə bilər. Bəzən əhəmiyyətsiz görünən məsələlərə vaxt ayırmaq məcburiyyətində qalacaqsınız. Kömək istəsəniz də lazım olan insanlar dərhal yanınızda olmayacaq. Günün ortasında ünsiyyət çətin olacaq. Həm iş, həm də şəxsi mövzularda anlaşmaq asan olmayacaq. Hətta yaxın insanlar belə sizi dərhal düzgün başa düşməyə bilər. Oxatan bürcü 29 aprel 2026-cı il. Gün ümumilikdə pis keçməyəcək. Son vaxtlar ruhdan düşmüş oxatanlar belə yenidən optimist olacaqlar. Səhər planları müzakirə etmək üçün uyğundur. İdeyalarınızı paylaşın və etibar etdiyiniz insanlardan məsləhət alın. Günün ikinci yarısı ciddi qərarlar qəbul etmək üçün əlverişli olacaq. Bu vaxt detallara daha çox diqqətli olacaqsınız. Vacib məqamları vaxtında görə biləcəksiniz. Oğlaq bürcü 29 aprel 2026-cı il. Günə ciddi söhbətlərlə başlamaq məsləhət deyil. Bu vaxt başqalarının sizin fikrinizi bölüşməməsi sizi əsəbləşdirə bilər. Bəzi oğlaqlar həmkarların diqqətsizliyinə görə münaqişə yarada bilər. Zaman keçdikcə vəziyyət yaxşılaşacaq. Artıq günün ortasında başa düşəcəksiniz ki, ətrafdakılar sizi daha yaxşı anlayır və dəstəkləyir.
Dolça bürcü 29 aprel 2026-cı il. Səhər yarınan ideyalara diqqət edirin. İlk baxışda qeyri-real görünsə də, sonradan onları həyata keçirmək mümkün olacaq. Etibar etdiyiniz insanlarla bu fikirləri müzakirə etmək faydalı ola bilər. Lakin günün ikinci yarısında müsbət təsirlər bir qədər zəifləyə bilər. İşdə anlaşılmazlıqlar yarana bilər. Bəzi insanlar gözlənilmədən inadkar davrana bilər. Balıqlar bürcü 29 aprel 2026-cı il. Sizi uğurlu bir gün gözləyir. Günün əvvəlində köhnə planları həyata keçirmək sizi narahat edən məsələləri həll etmək mümkün olacaq. Siz vəziyyəti real qiymətləndirəcək və düzgün qərarlar qəbul edəcəksiniz. Günün ikinci yarısı ünsiyyət üçün çox əlverişli olacaq. Həm işgüzar danışıqlar, həm də şəxsi münasibətlər uğurla inkişaf edəcək.